Ərəb ədəbiyyatının qızıl dövrü. Quranın nazil olduğu cahiliyyət dövrü ərəb ədəbiyyatının qızıl dövrü hesab edilir. O dövr ərəbləri bədəvi, ayaqyalın, vəhşiyə meyilli, iqtisadi və ictimai baxımından geridə qalmış olmalarına baxmayaraq, ədəbi zövqə, poeziya ruhuna malik olan insanlar olmuşlar. O vaxt yazılmış şeirlər indi də ərəb ədəbiyyatının qiymətli inciləri sayılır. Bu da bir daha onu göstərir ki, o dövrün ərəbləri incə ədəbi zövqə malik olmuşlar. Orta əsr ərəblərinin Ukaz adlı bir bazarı olmuşdu. Bu bazar eyni zamanda ədəbi toplantılar, habelə siyasi və məhkəmə yığıncaqlarının mərkəzi sayılırdı. Şairlər öz şeirlərini hər il təşkil olunan ədəbi məclisdə təqdim edir və en yüksək nəticəyə layiq görülmüş şeir, ilin şeiri seçilirdi. O dövrdə 7 müəlləqə və yaxud 10 müəlləqə kimi ad çıxarmış şeir topluları həmin ədəbi məclislərin qalibi olmuşdu. Bu şeir yarışmasında qalib gəlmək həm şairin özü, həm də qəbiləsi üçün böyük şərəf sayılırdı. Quran məhz belə bir ədəbi mühitdə nazil olaraq söz ustadlarını açıq mübarizəyə dəvət etmiş, lakin hamı Quran ayələrinə bənzər ayələr gətirməkdə aciz qalmışdı. Bu barədə elə bu surənin 23-cü ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.